Deməli, 217.073 vurulsun 721.075 ədədinin, yəni bu hasilin alınan ədədin 7-yə bölünməsinə alınan qalığı istəyir bizdən. Əvvəla 7-yə bölünməsindən alınan qalığı tapmaq üçün bu ədədlər bir-birinə vurulmasına ehtiyac yoxdur. Ən azından bu ədədi bir-birinə vurmaq bir xeyli bizdən zaman alacaqdır. Bəs nə edəcəyik? Hər ikisinin 7-yə bölünməsinə alınan qalıqları tapıb, daha sonra onları bir-birinə vurub və yenidən 7-yə bölünməsinə alınan qalığı tapmalıyıq. Yəni 217.073 ədədini 7-yə bölsək, 21-ə böldükdə 3 dəfə, 7-yə 1 dəfə getdi, 0-da getdi, 7 düşdü aşağı və bir dəfə 7, qalığımız 3 qaldı. Deməli, bu ədədin bölünməsinə alınan qalıq elədir 3. Bunu yadda saxlayırıq. Daha sonra isə 721.075 ədədinin 7-yə bölünməsinə alınan qalığı tapırıq. 7-yə bölünür. 21-ə də bölündü, getdi, 0 getdi, 7 getdi və 5 qaldı. Deməli, ikinci ədədin də bölünməsinə alınan qalıq 5-dir. Ortada vurma olduğuna görə həmin ədədləri biz bir-birinə vururuq, yəni qalıqları bir-birinə vururuq. 15 və aldığımız ədəd əgər bölündüyümüz ədəddən böyükdürsə, bu zaman həmin ədədi yenidən bölürük 7-yə. 2 dəfə düşdüyünə görə 14 və qalıq 1 elədir. Əla misaldır.